Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan həssas kateqoriyalara aid şəxslərin əl işlərinin satışı təşkil ediləcək. Bu məqsədlə yaradılan doststart.az portalının təqdimatı olub. Layihə barədə daha ətraflı əməkdaşımız Gülşanə Mahmudova bizə məlumatları çatdıracaq. Gülşanə, buyurun, söz sizdədir. Hər vaxtınız xeyir olsun. Bu günlərim Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Doststart az pilot layihəsinin təqdimatı oldu. Bu layihə satış platformasıdır. Fiziki imkanları məhdud olan şəxslərin əl işləri məhz bu platforma vasitəsilə satışı həyata keçiriləcəkdir. İlkin mərhələdə incəsənətin 5 növü üzrə dulusçuluqdur, ondan sonra rəsmdir və digər sahələr üzrə burada fiziki imkanları məhdud olan şəxslərin əl işlərinin satışı həyata keçirilir və bundan əlavə isə onu qeyd etmək istəyirəm ki, növbəti mərhələdə isə incəsənətin 5 sahəsi üzrə burada əl işlərinin satışı həyata keçiriləcəkdir və bu platforma 3 dildə fəaliyyət göstərir. Burada toxunma, tikmə, rəsm, floristika, vitraj kimi toxuculuq kimi digər əl işlərinin satışı təşkil olunacaqdır. Bizim bu platforma ilə bağlı diqqətinizə çatdıracaqlarımız bu qədər. Ətraflı növbəti reportajlarımızda məlumat verəcəyik. Buyurun, söz sizdədir. Bizdən bu qədər. Təşəkkür edirəm Gülşanə sizə ətraflı məlumatlara görə.